Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində vətəndaşın kranda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın tikilməkdə olan binanın ərazisində fəaliyyət göstərən hündürlüyü təxminən 50 metr olan gülləli kranın kabinasında səhhətinin pisləşməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Xilas edicilər tərəfindən təhlükəsizlik məqsədi ilə alpinist ləvazimatlarının tətbiqi ilə 1963-cü il təvəllüdlü Zamiyev Zalı Dünyamalı oğlu krandan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.